Mən Rafael Qaraşov, Azərbaycan Respublikası Aidiyyət Üzvlər Şurasının Maliyyə və Təminat Şöbəsinin müdiri işləyirəm. Bu sahədə təlimlə bağlı biraz axtarışdaydım. Mən əvvəllər də EAT-ın təlimlərində iştirak etdiyimə görə mənə tanış idi. Eşidəndə ki, dövlət satın almaları təlimi keçirilir. Əlbəttə ki, tərəddüd etmədən birbaşa müraciət etdim. Bu təlimi keçirən Əzim müəllimlə, Əzim Gözəlovla tanışdıq və gördüm ki, doğrudan da çox əhatəli təlimdir. Belə qərara verdik ki, bizim təcrübəli bir işçimiz, baş məsləhətçi ilə mən özüm də iştirak edeyim. Çünki təlim çox geniş əhatəli keçirilirdi. Həm satın alanlar üçün, həm mal satanlar üçün, həm təchizatçılar üçün, həm qanunun tətbiqi, həm qanunun bütün maddələri haqqında açıqlama verilirdi, həm də ki, doğan suallara cavablandırıldı. Bu sahədə qanun tətbiqində bəzi çətinliklər var idi, çünki qanun yeni qəbul olunub və birbaşa bütün əməliyyatlar portal üzərindən aparılırdı. Doğrudan da təlimi müvəffəqiyyətlə başa vurduq. Çox yüksək nəticəsini əldə etdik. Mənə elə gəlir ki, bizim üçün çox böyük faydası oldu və bu təlimdə iştirak etməyi mənim kimi bu sahədə çalışanlara, bütün kollegalarımıza tövsiyə edirəm. Yəqin ki, bütün yaxınlara, bu sahədə çalışan dostlara, tanışlara da tövsiyə edəcəyik. Çünki doğrudan da çox yüksək nəticəsi oldu.